Yol patrul xidməti inspektoru polis baş serjantı Ramazan. Salam. Cinayətkarı yaxaladın. Yox, siz cinayət törətməmisiniz. Biraz irəlidə piyada keçsin mövzudur. 100 metr məsafə yoxdur buranın arasında. Ona görə. Polis serjantı. Bilirsiniz ki, təhlükəlidir buradan keçmək, amma onu bildiyimiz halda yenə də keçirsiniz. Biz bir daha sizə xatırlatma edirik. Tövsiyə edirik ki, belə hallara yol vermək olmaz. Xüsusilə də tunelin girişi çıxışıdır. Yəni avtomobillər oradan tuneldən çıxanda görüntü məhdudiyyəti var, sizi görməyə bilərlər. Həm özünüzü, həm digər hərəkət iştirakçılarının sürücünü də Müəllim, təhlükəyə atırsınız. mən özümün Cərimə sürücüyəm. tətbiq olunmur sizə. Sadəcə saxladıq ki, sizə Mən özümün sürücüyəm. Mən yəni heç imkan vermərəm ki, hansı maşına maneə yaradım yolda. Mən buna qətiyyən yəni razı olmaram da. Həmişə qətiyyət edirəm. Baxdım görüm ki, başqa piyadalara da məsləhət bilmirsiniz də, yəni bu formada yol yox, keçmək. Tövsiyə eləmirsiniz. Ha, yox, qətiyyən. Öz uşaqlarıma da deyirəm ki, hətta sizin yolunuz üçün yaşıllıqsa svetoforda, yenə də baxın görürsünüz, sizi görür yoxsa yox. Ondan sonra əmin olandan sonra yolu keçin. Bəli. Sizə bu dəfəki xəbərdarlıq olunur, cərimə tətbiq olunur. Gələcəkdə belə qayda pozsana yol verməyin. Piyada keçiddən istifadə edin. Oldu. Sağ salamat. Gedə bilərsiniz. Ehtiyatlı olun. Yol patrul xidməti inspektoru polis baş serjantı Ramazan. Salam, hər vaxtınız xeyir. Adınız necə oldu? Saxlama səbəbi nəqliyyat vasitəsinin yolun hərəkət hissəsi ikinci dəqiqədə saxlanmışsınız. Bu da qanunla qadağandır. Və bu qayda pozulsa, orada siz nə dayana bilərsiniz, nə dura bilərsiniz. Ona görə də sizin barənizdə İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi. Keçək zəhmətim olsa belə 346-cı maddəsinin 4-cü bəndinə əsasən Allah bunu yol verin qardaşım. Çıxmaq istəyir. səbirli olun. Etibar əmriniz qüvvəsindədir. Qapatlı tədbir etsin, cənab leytenant. Sizə izah elədi, inspektor. Hərəkət hissəsinin ikinci cərgəsində saxlamışsınız. Bilirsiniz ki, yəni məlumatlıydınız ki, olmaz belə eləmək, belə saxlamaq. Burası apteka girməliydim, tələsirdim. Uşağa dərman alırdım. Ona görə tələsirdim. Elə olan bu şəraitdə nəqliyyatın hərəkətinin intensivliyə mane olmaq olmaz. Görürsünüz, hal-hazırda deyir yol versin, mən Sizə görə çıxa bilmir. intensivliyə görə, belə hallara görə problem yaradır. İkinci cərgədə saxlamaq olmaz. Sizə protokol tərtib edəmirik. Sizə şifahi xəbərdarlıq olunur. Gələcəkdə belə qayda pozulana yol verməyin. Profilaktiki tədbir keçirik hal-hazırda. Gedin, sağ salamat. Ehtiyatlı olun. Yol patrul xidməti inspektoru polis baş serjantı Ramazan. Salam, hər vaxtınız xeyir. Zəhmətim olsa maşın arxasına yaxınlaşa bilərsiniz. Görürsünüz ki, dövlət gedir nişanı çirklidir. Sizin sürücü olaraq vəzifə borcunuzdur ki, nəqliyyat fazla hərəkət zamanı dövlət gedişən təmiz olmasına, yəni nəzarət eləməlisiniz. Dövlət gedişəni uzaqdan oxunmalıdır. Salam, olsun. Özüm qıbalıyam, başqıba çox görə. Yol yaxşı. Maşında nəsə bir şey var, vasitə var, təmizləməkdir. Əski və yaxud da kesə... Balıqların üçünü kirayə Yox, indi silməyə nəsə bir şey var. Silə bilərsiniz hal-hazırda nömrəni? Əllə yox. Əllə yox, əski vasitəsilə. Mən sizə başa düşürəm. Nə nəsə silə bilərsiniz nömrəni indi deyirəm. Ha, silərəm. Zəhmət olmasa silin. Təmizləyin. Məlumatsız sizə bunun cəriməsindən gələcəkdə belə qayda pozsana yol verməyin. Bu inzibati xətadır özü. Yəni Yol yaxşıdır. Qubadan gəlirsiniz. Ha, yol yaxşıdır. Ha, ona görə ortasında. Yaxşıyam da. Batırmaz adına alınır. Fərqi hiss elədiniz özünüzün. Nəqliyyat vasitəsinin dövlət gedişən təmiz saxlanılmasa görə İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 1-ci bəndinin 7-ci hissəsinə əsasən 40 məbləğə cərimə tətbiq olunur. Hal-hazırda profilaktik tədbir keçirdiyinə görə sizə xəbərdarlıq olunur, cərimə tətbiq olunmur. Gələcəkdə belə qayda pozulduğuna yol verməyin. Oldu, sağ salamat, yolumuz açıq olsun. Sağ ol. Yol patrul xidməti inspektoru polis baş serjantı Ramazanov. Salam, axşamınız xeyir olsun. Cübdanın qaranlıq vaxtıdır, yaxın işıqlardan, qabar işıqlardan istifadə etməlisiniz. Axşam xeyir, polis serjantı.
Sürücü törətdiyi qayda pozuntusundan bağlı xəbərdardır. Sənədləriniz qaydasındadır, nəqliyyat vasitəsi öz adınızadır. Niyə yandırmamışdınız işıqları da qaranlıq vaxtında? Biraz işıqlı idi, sözün açınca fikrimdə idi, yandırım. Ona görə hətta üzr istəyirdim, sabırlıyım valla. Yol hərəkət iştirakçıları tərəfindən törətdikləri inzibati xətanı yerində saxlayırıq, sürücüləri izah edirik, maarifləndiririk. Sutkanın qaranlıq vaxtı hal-hazırda siz və yandırmamışsınız işıqları. Maddi xəta törətmişsiniz. Buna görə cərimə tətbiq olunmalıdır, amma biz cərimə tətbiq eləmirik, diqqətli olmaq lazımdır. Həm öz təhlükəsizliyiniz üçün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün. Bir də hərəkətə başlamazdan əvvəl dönmə işığından istifadə edib tıxacaqsınız. Gedə bilərsiniz, Sualınız var saxlamaq. mı? Yox, Sağ olun. Sağ olun.